Problemlər xoşbəxtliyə mane deyil. Problemlər elə xoşbəxtliyin özüdür. Sadəcə onları idarə etməyi bacarmaq lazımdır. Xoşbəxtlik problemlərin tamamilə yox olması deyil. Çünki həyatda problem heç vaxt sıfırlanmır. Əgər insan daimi problemlər bitsin, onda rahat yaşayım deyə gözləsə, həyatını özü üçün çətinləşdirər. Bəs xoşbəxtlik nədir? Xoşbəxtlik problemlərlə birlikdə yaşamağı bacarmaqdır. Onları böyütməmək, səbirlə yanaşmaq və hər vəziyyətdə mülayim qalmaqdır. Valideynlərlə, övladlarla, qardaş bacılarla, dostlarla, iş yoldaşları ilə və ən əsası həyat yoldaşı ilə münasibətdə fərqli fikirlər ola bilər. Amma xoşbəxt insan o fərqlərlə yaşamağı, qarşısındakını dinləməyi və anlayış göstərməyi bacarandır. İmam Rza əleyhissalam buyurur: İnsanlarla gözəl keçinmək, xırda səhvləri böyütməmək və çətin anlarda belə səbirli olmaq həyatın yarısıdır.